Dostlar, bugün sizə 212 və Wrangler müqayisəsini danışacağım. Çox maraqlı bir şey oldu. Bu yaxınlarda izləyicilərimizdən biri dedi ki, qardaş, mən bu maşını almaq istəyirəm. Mən bunu sizin təqdimatınızda çox bəyəndim. Amma dedi ki, qardaş, mən uazım var və mən bu uazla dağa, daşa çıxanda çox sərt sürürəm, çox pis sürürəm. Hətta biraz yazdı ki, vəhşi kimi sürürəm. Və nəticədə bu uazın arxa sağ oxu, yəni bizdə el arasında palos deyirlər, Rusca polu oşdur, İngiliscədə rear shaft axle-dır. Yəni bilənlər bilir hansı detaldan danışıram. В общем, bu detal deyir qırılır və mən deyir narahatam ki, əgər ki bu maşında da bu detalı qırsam, görəsən o neçə olacaq. Mən də açığı mənə özümə də maraqlı gəldi. Sistemdən girdim, baxdım, görüm bu detal neçə olacaq və gördüm ki, detalın qiyməti sən demə uazla eyni qiymət imiş. Yəni, qardaşdan soruşdum ki, qiymət neçə? Dedi ki, qardaş, uaz üçün 135-165 manat arası dəyişir. Bizdə isə qiymət 140 manat imiş. Və bu mənə çox maraqlı gəldi və ondan sonra götürdüm Wranglerin qiymətini öyrənməyə çalışdım və sizcə Wranglerdə neçə imiş? 1000 manat. Tam olaraq bundan 7 dəfə baha. Arada bir sual verirsiniz ki, bu maşın yoxsa Wrangler? Şəxsən bu məsələyə görə, yəni qiymətin ucuz olmasına görə mən bunu seçərdim. Bilmirəm siz nə cür seçərdiniz. Bu mənim üçün çox vacib bir faktordur. Bu mu Wrangler mi? 7 dəfə baha qiymət fərqi, 7 dəfə baha ehtiyat hissəsi fərqi bu məni çox narahat eləyərdi açığı. Digər bir məsələ, ən çox məşhur olan avtomobillərdən biri də Jetordur, T2. Açığı mən onun qiymətini öyrənməmişəm, amma onu da siz öyrənib müqayisə edə bilərsiniz. Wrangler mi, 212 mi? Özünüz qərar verin.